Yemeğin özümü belə bir kaşa hazırlayacağım. Hello kızlar, yeni videoma hoş gelmişsiniz. Videoya başlamazdan evvel ki videoya başlanılıb, neyse kanalıma abone olmağı, bu videoya like koymağı sizden xahiş eləyirəm. Dəstəklərinizi məndən əsirgəməyin lütfen. Neyse, neçə vaxt idi ürəyim bol istəyirdi. Dedim ki, TikTok'ta da gördüm gece, dedim ki səhər duranda mütləq hazırlayacağım. Hazırladım da. Çok da tatlı oldu, doyurucu oldu. Onu bacardığım qədər estetik şəkildə də bəzədim. Çünki mənim üçün boş qabın estetik görünməyi çox önəmlidir. Yəni fərq eləmir də. Yəni nə yemək yeyirəm, sadə yemək olsun, belə fərqli bir yemək olsun, o mənim gözümdə estetik və gözəl görünməlidir. O daha da mənim iştahımı qabartır, belə deyək. Ondan sonra burada da işte çərəzlərdir, banandır. Məncə bu bowla dad verən həqiqətən də banandır qarışdıranda. Sonra bu qaragilə meyvəsi, o da çox ayrıca tam verirdi dadlı. Bunları əlavə elədim. Biraz da bal qabaq tumu əlavə elədim. Chia falan əlavə eləyərək hazırladım. Yəni çox doyurucu olur, gün boyu həqiqətən acdırmır. Əladım. O qədər tələsə çıxdım ki evdən. Makyajımı eləyənmədim, saçımı düzəməlli darıyanmadım, tam quruta bilmədim. Çünki gecikmişdim, biraz gec ayıldım yuxudan. Plus duş aldım, bu da mənim vaxtımı apardı. Elə səhər yeməyi, geyim falan dərkən vaxt doldu təbii ki də. Bugün həm dırnağa gedəcəm, uzun müddətli dırnaqlarımı da düzəltdirmirdim, həm onu düzəltdirim. Makyajdakı eləyərəm birazdan böyük ehtimal. Belə tələsə gəldim, amma hələ ki heç kəs yox imiş, hətta mən tez çatdım deyə bilərəm. Neysə olsun. Oturum işlərimi həll edeyim dünəndən qalan. Belə bir şey də var ki, mən makyaj şeylərimi də gətirməmişəm tələsdiyimdən. Ofistəki qızlardan götürəcəm artıq, kim gətiribsə. Tut yerik. Götür, gəl. Abnerə gedəsiyik, ləzimatlar alırıq, saxlamışıq. Bu da bizim tutumuz. Əslində orada çox gözəlləri var da, amma yeyə bilmirik, təəssüf ki boyumuz çatmır. Balaca boy olmaq da bir şey değilmiş. Dedi burada da var aslında. Bak. Sen bana... Səhər tezdən də gəldik ölçüm için. Bu binanın ölçümlərini aldıq layihə üçün. Bu arada buranda mənzərəsi çox qəşəng idi. Bu hissə teras qatı idi. Aynada. Ölçüdən çıxdıq, gəldik yemək yeməyə. City Park Mola. Hamısını acısız seç Aytar. Acısız oldu, yok acılı. Yemeğe zakaz edirik. Böyle bir acılıları. Yani 2 tane acılı buldum. İçeceği ben. Ha kola. Acısız. 2 adet Family Box götürdü. Bugün demək olar ki yarım gündən də az iş günü oldu bizə. 2-dən belə məhsul götürdüm. Məhsullar aldım. Evdə göstərəcəm endirimlə. Burada tez endirim olur həqiqətən də və qəşəng endirimlər olur. Gedirəm indi dırnaqlarımı düzəltdirməyə. Normal orada bir yerdir. Gedək baxaq nə olur. Burada. Çıxdım salondan, dırnaqlarım belə oldu. Çox da sevmədim, amma yəni də növbət səfər daha yaxşı yerdə düzəltdirəcəm böyük ehtimal. Və bu arada mənim əlimi çox tünd göstərdi bu renk. Normalda əllərim bu qədər tünd deyil. Neysə. Və quruyub bu arada əllərim çox pis. Deməli qızlar, mən videonu editləyəndə gördüm ki, mağazadan aldığım məhsulları sizinlə bölüşməmişəm. Unutmuşammış. Elə şkafa qoymuşam. Sonra başım işlərə qarışıb, o da orada qalıb. Neysə. Ondan sonra da rayona getdim falan filan, o elə orada qalıb. Bu videonu editləyəndə yadıma düşdü ki, mənim məhsullarım var. Bəs şkafda məni gözləyən. Neysə, Allahdan yadıma düşdü. İndi sizinlə bərabər açacağım. Görüm nə almışam. Mənim də yadımdan çıxıb nə aldım deyə. Baxaq nələr almışıq. Ha kızlar gösterim neler aldığımı. Benim için de sürpriz olacak. Çünkü yadımdan çıxıb nə almışdım diye. Üstüne xeyli vaxt keçib deyə.
Bunu görəndə uca yadıma düşdü. Sırf buna görə getmişdim. Bu daha çox belə deyim, ehtiyac yox da keyfi bir alış-veriş kimi olub. Çünki stok kimi olub. Məsələn, mən bunu artıq bitirdim. Mənə lazım idi. Elə hazır var. Alıb qoymuşammış məyərsə. Bu getdi. Bu çox gözəl yağdır həqiqətən də saç üçün. Əvvəl mən bunu bəyənmirdim. Sonradan bəyənməyə başladım. Niyə mən diblərə qədər sıxırdım və çox sıxırdım. İndi biraz az sıxıram və uclardan ancaq. Yəni çox gözəl edir. Qoxusu da qəşəngdir bu arada bunun. Sonra Inglot eyeliner. Belə bunu çox övürdülər. Durmadan da qabağıma çıxırdı. Hazır endirimə də düşdü, real bitdi. Dedim gedib alım. Bunun fırçası olsa daha yaxşı olar. Onun fırçası daha qəşəngdir. Yəni məndəki ucuz bari bir eyeliner fırçasıdır. Onunla denəyəcəm. Əgər gözəl çəksəm sonra sizinlə də bölüşəcəm. Ki necədir deyə. İndi hazırda axudum yoxdur, belə deyim. Mən biraz eyelineri yaxşı çəkəmirəm. Eybimi deyim sizə. Sonra bu. O qədər gözəl tintdir ki, alın, aldırın. Alın, aldırın. Bunun bir çox növü var. Məndə Apio brendinindir. Koreyanın. Necə deyim, yapış-yapış his qoymur. Ondan sonra dodaqda qalıcıdır uzun müddət. Dadı qəşəngdir. Ondan sonra qoxusu da çox qəşəngdir. Bu rəngini aldım mən. Bunların həmçinin blaşları da var. Blaşları da çox qəşəngdir. O lak şəkilli blaşlar var. Bəlkə kontur yadınıza düşür. Bu brendin konturunu da almışdım mən. Həmin o nədir? O seriyanındır bu da. Ondan sonra 2 dənə də belə maska. Baxaq üzümə düşəcəkmi bu? Aha qızlar, deməli bu da I Am From brendindən də bunu stok niyyətdə almışdım. Yadınıza gəlirsə zaten mən Kore baxım məhsulları sifariş eləmişdim. Onun içində üzüyümə geli də var idi. Dedim ki, neysə bir dənə də bundan olsun stokda, ehtiyatda. O bitəndə bunu istifadə eləyərəm deyə. Həm də niyə aldım? Burada 2 dənə mini boy məhsul var. Hansı ki, səyahətə falan gedəndə də, çantada daşımalıq falan çox yaxşıdır. Bəzən mənə lazım olur bu. Evdən kənarda olduğumda da. Ona görə dedim alım, qoyum evə. Həm qiymət olaraq da çox münasib idi. Mən 21-ə aldım. Sonra üstündən 2 gün keçdi, 19-a düşdü bu endirimə. Bilmirəm hazırda var ya yox, amma I Am From brendinə endirimlər hələ də davam edir. Bunun nəmləndirici kremi də endirimdə idi. Sadəcə onun içərisində necə deyim, faydalı yağlar, seramid falan, yəni mənim dərimə uyğun deyildi də, ağır gələsiydi. O daha çox quru dərilər üçün uyğun idi. Ona görə şey elədim. Aha qızlar, indi bu tinti denemək istəyirəm. Sizlə bərabər bayaq dediyim 6 manata aldığım. Onun üçün NYX'in belə bir neçə rəngidir? 831 rəngində belə dodaq qələmi var. Bundan istifadə edəcəm çərçivə üçün. Amma fikirləşirəm bundan karışımı daha gözəl qalar. Bu nude rose tonlardadır. Amma mən bu rəngi ilə daha çox merak etdiyimdən ki, bu rəngi mən həqiqətən çox sevirəm. Bir də göstərim. Merak etdiyimdən bundan denəyəcəm. Baxım necə olur. Çərçivələməyə başlayayım. Belə çərçivələdim. Ümumiyyətlə bu dodaq qələmi glossla da çox qəşəng görünər. Üstündən sadə bir gloss, karandaşla biraz çərçivədən içəri keçəndə məncə gözəl bir rəngdir. Bunu açaq. O klasik hərəkət. Bu arada bunun kodu budur. Belədir rəngi, çəhrayı. Nude deyək. Mən bəyəndim. Qəşəngdir. Üzə ayrıca bir rəng verir. Qoxusu da çox qəşəngdir. Belə. Arxamda buna fikir verməyin. Qoyası yer tapamamışam. Belə bir qoxusu da bu arada çox qəşəngdir. Yəni bu ton sevənlər məncə belə şaftalı çiçək rəngi rumya ilə blaşla deyə bilmədim sözü. Blaşla falan çox gözəl
Nude Rose Vuitton'du, qəşəngdir, bəyəndiyim korişnevi, dediyim kimi korişnevi karandaşla daha gözəl, çərçivə ilə daha gözəl qalar dodaqda. Belə də gözəldir, parlaqlığı falan. Yapış deyil. Adı çox qəşəngdir, qoxusu da çox qəşəngdir. Mən bəyəndim həqiqətən. Bu növünü istifadə eləməmişdim. İstifadə elədim. Super idi. Digər növləri var. Mən də sizə göstərərəm hansı növlərini istifadə eləmişəm deyə. Ümumiyyətlə Apion'un mən bütün tintlərini bəyənirəm, pomadalarını falan. Həmişə də istifadə eləmişəm. Yəni bağımlılıq gibi bir şey olub məndə. Basmaya getmişdik. Deməli nələr aldı? Belə kilosu 2 manatdan kilo. Hazır ki bazar store'da 12 manat olan. Sonra belə Victoria çiyələk aldıq. Bundan jem eliyəsiyə. Bilmiyorlar. Ekseriyyəti ilə. Sonra belə ayda şaftallar almışdım. Bunlar lop əridi ki. Neyse bundan da jem eləmək olar. Bundan da jem eləyərəm. No panik. Sonra burada qayısı ilə pişmiş var. O heç. Sonra xiyar aldıq belə. Sonra baxaq nə aldı. Sonra belə göyərtilər. Sonra limon. Pomidor. Yarısı böyle kilo katlatılır. Böyle bir pomidorları aldı. Böyle tüvarok aldık yine. Tüvarok patlıcan aldı. Sonra belə biberlər aldıq rəngarəng. Bir də yenə pomidor aldıq. Bunu da salat üçün. Belə yeməyə falan qatmalı. Bu amma salat üçün də normal. Bu da yeməyə qatmalı. Sonra daha da heç nə yoxdur. Bu pomidoru koyuyorum bu kulübün içine. Bir de çörek aldım. Pesok aldım. Belə bir də aktivya. Alışverişimiz bu kadardı. Çeyrəkləri təmizlədi. İndi yuyacağım. Sonra da xırda doğrayacağım. Xırda doğradım. Bayağı belə əzildi bunlar. Ev yoxunuz ki jem olacaq. İndi bunu qoyuram. Üstünə də biraz pesok əlavə edəcəm. Çox da şirin olsun istəmirəm. Şimdi gələndə işdən belə Azzadan tort gətirib bizə. Səhv eləmirəmsə truful olmalıydı. Hə, trufullu. Qəşəng çay dəmlədim. Limonlu çayla bunu içək. Burada da estetik video çəkmək istirdim. Çay tökəndə gördüm ki, yox, kameranı yanlış qoymuşam. Neyse olsun. Belə süzdük, belə limonumuz. İndi bizə nuş olsun. Növbəti gündən hamıya salam. Yenə eyni boldan hazırladıq. Bu dəfə fərqli meyvələrlə. Çünki ikimiz də çox bəyəndik. Həm də doyumluydu, həm də bol vitaminlər falan vardı. Ona görə də hazırladım. Bu arada aşağıda siz də qeyd edin, sizə zəhmət olmasa ən çox hansı mövzularda video görmək istəyirsiniz? Özümə belə bir salat düzəltdim, qızartdım qəşəngcə badımcanları da, pomidoru da. Mənə nuş olsun. Ən sevdiyim yeməklərdəndir. Uşaq vaxtı nənə o qədər mənə bişirərdi bundan. Lay deyirdi. Mən də buna nə lay deyirəm, amma bilmirəm əsl adı necədir. Laydır, yoxsa fərqli bir adı mı var? Vlogun da sonuna gəldi. Növbəti videolarda görüşərik.